Məni izləyən hər kəsə Allahın salamı olsun. Bugün çöl bitkilərindən olan gicitkandan çox ləzzətli, gözəl bir qovurma hazırlayacağım. Sizlər də belə ləzzətli, belə gözəl qovurma hazırlayıb dadmaq istəyirsinizsə, videomu sona qədər izləyin. Əməyə hörmət olaraq bəyəni düyməsini basıb öz gözəl yorumlarınızı bildirməyi də unutmayın. Keçək yeməyimizin hazırlanma qaydasına. Gicitkan əsasən çəməndə, çöldə və bağçaların kənarında, bostanlarda bitən bir bitkidir. Bu bitki çox faydalı bir bitkidir. Gicitkanı yalın əllə yığmaq olmaz. Gicitkan dərərkən mütləq əlinizə əlcək geyinin. Çünki gicitkan adamı dalayan bir bitkidir. Əgər gicitkan əlinizi dalayarsa, həmən kömənci tapıb əlinizi ovuşdurun, həmin dəqiqə göynəməsi keçəcəkdir. Bir də çalışın ki, gicitkanın özəyi yoğun, qalın olanları dərin. Gicitkanı dərdikdən sonra belə gözəl şəkildə təmizləmək lazımdır. Yarpaqlarını təmizləmək lazımdır. Yarpaqlarını da atmıram bostanda, dibçəkdə gülüm varsa, ağacım varsa, onlar üçün gübrə hazırlayıram. Yəni üzərinə su töküb 2 gün saxlayıb sonra suyunu gülə, çiçəyə, ağaclara verirəm. Gicitkanı təmizlədikdən sonra belə bol suyun içərisində belə silkələyərək yaxşı yumaq lazımdır. Çünki gicitkanın üzərində aralarında çoxlu qum, torpaq olur. Ona görə də onu təmiz suyu çıxana qədər yumaq lazımdır. Ləyəndə 3-4 dəfə yuyun, 3 dəfə, 4 dəfə yuyun. Hər dəfə ləyənin dibində baxın, bir damcı da olsa qum qalmırsa, torpaq qalmırsa, demək ki, sizin yuduğunuz gicitkanlar tərtəmizdir. Gicitkanları tərtəmiz suyu çıxana qədər yuduqdan sonra qovurmanı xırda şəkildə doğramıram. Çox da xırda olmamaq şərti ilə bu şəkildə doğrayıram. Artıq doğramışam, hazırdır. İndi isə soğanını hazırlayıram. Böyük tavanın içərisinə əvvəlcə kərə yağı əlavə edirəm. Daha sonra xırda şəkildə doğradığım soğanı kərə yağının içərisinə töküb qarışdırıram. Mən bütün göyləri qovurarkən göy qovurmasının öz dadı tamı qalsın deyin. Yəni soğan içərisində bilinməməsi üçün soğanı yağa tökdükdən sonra içərisinə su əlavə edib tavanın qapağını örtürəm ki, soğan bişib əzilsin. Yəni belə olanda soğan bişir və təkcə bişirdiyiniz göyərti nədirsə onun dadı tamı qalır. Tavanın içərisində su qoyub qaynadıram və doğradığım gicitkanları tökürəm suyun içərisinə. Burada çox qaynatmıram, sadəcə birazca ölsün, həm də acı suyu geçsin deyin. 2-3 dəfə belə qarışdırıram. Qarışdırdıqdan sonra belə aş süzənə çıxardıram. Yenə də qeyd edirəm, qaynatmıram. Sadəcə olaraq qaynar suya basıram. Belə etdikdə həm göyərtinin acı suyu gedir, həm də rəngi, dadı gözəl alınır. Doğradığım gicitkanın hamısını eyni qaydada bu suya salıram. 2-3 dəfə qarışdırıram və qarışdırdıqdan sonra aş süzənə tökürəm. Qazanda olan suyu da atmıram. Qazandakı su gübrədir, təbii azotdur. Mən həmin suyu tökürəm, bir ləyəndə soyduram. Daha sonra soyduqdan sonra dibçəkdə əgər gülüm varsa, həyətdə qızıl güllərim, meyvə ağacım varsa, onun dibinə tökürəm. Bu gicitkanın suyu təbii azotdur. Gicitkanı aş süzənə tökdükdən sonra əlimlə sıxmıram. Qaşığın köməkliyi ilə biraz basıram ki, suyu tam süzsün. Soğana baxıram, unutmuram. Artıq suyu çəkilib, soğan da çox gözəl şəkildə bişibdir. Soğanı tam qızartmıram. Belə yeməklərdə soğanı qızartsanız, sizin bişirdiyiniz yeməkdən tam gələr. Ona görə soğan tam ölüb bişəndən sonra
Gicirtkanı tökürəm soğanın içərisinə qarışdırıram. Biraz da soğanla qovurulandan sonra, gicirtkanla qovurulandan sonra soğan tam ölür və heç cür içərisində diri soğan qalmır. Duzunu da əlavə edirəm, qarışdırıram və tavanın qapağını örtürəm, tam yağa düşənə qədər qovururam. Burada nə gicirtkanın ölçüsünü demirəm, nə də soğanın. Soğanla belə göyərtiləri qovurarkən soğanın bol etdikdə bişirdiyiniz yemək çox dadlı, çox ləzzətli olur. Ona görə də soğanını bişirərkən soğanını biraz çox edin. Göyərtini də tam yağa düşənə qədər, yəni bu gicirtkanı da soğanla tam yağa düşənə qədər qovurun. Bu göyərtilər, yəni qovurulmuş göyərtilər bişirərkən yağa düşənə qədər qovurmayanda onda ləzzəti yaxşı olmur. Artıq mənim də yeməyim az qalıb yağa düşə, qarışdırıram və baxıram. Sonda bayaq duzunu biraz az tökmüşdüm. Duzu az olduğu üçün biraz da duz əlavə edib yenidən qarışdırıram və bir 10-15 dəqiqədə bişirdikdən sonra odun üstündən götürürəm. Bu da son. Sonda çox ləzzətli, çox gözəl gicirtkan qovurmamız hazırdır. Servis edərkən yanında mütləq sarımsaq qatıqla servis edin. Göy qovurmaları sarımsaq qatıqla çox ləzzətli olur. Sizlər də videomu sona qədər izləsəniz, çox ləzzətli, çox gözəl gicirtkan qovurması hazırlayacaqsınız. Videomu bəyənib bəyənməməyinizi yazdığınız yorumlardan biləcəyəm. Əməyə hörmət olaraq bəyəni düyməsini basmağı da unutmayın.